Salam, kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə 5-ci sinif informatika dərsindən dünya hörümçək toru mövzusunu öyrənəcəyik. Açar sözlərimizlə başlayaq. İnternet xidmətləri, istinad, brauzer, veb səhifə, veb-sayt, başlanğıc səhifə, ünvan zolağı. Ötən dərsdə internetdə hər çeşiddə ağlasığmaz sayda informasiya resursunun olduğunu qeyd edilmişdi. Oradan hər kəs öz məqsədinə və istəyinə uyğun müxtəlif resurslar əldə edə bilər. Biz bildik ki, ötən dərsdə nələr qeyd edilibdi? İnternetdə hər çeşiddə ağlasığmaz sayda informasiya resursunun olduğu. Oradan hər kəs bildik ki, öz məqsədinə və istəyinə uyğun müxtəlif resurslar əldə edə bilər. Bu informasiya resursları harada yerləşdirilir? Bu informasiyalara necə baxmaq olar? Gəlin indi bu sualları cavablandıraq. Bu informasiya resursları harada yerləşdirilir? İnternetdəki bütün məlumatlar, şəkillər, videolar, məqalələr, oyunlar və s. xüsusi böyük kompüterlərdə, yəni serverlərdə saxlanılır. Bu serverlər dünyanın müxtəlif ölkələrində yerləşir və daim işləyir ki, insanlar istədikləri vaxt internetə girib məlumatlara baxa bilsinlər. Yəni qısaca desək, informasiya resursları server adlanan xüsusi kompüterlərdə yerləşdirilir. İkinci sualımız, bu informasiyalara necə baxmaq olar? Bu məlumatlara baxmaq üçün biz telefon, planşet, notebook və ya kompüter kimi cihazlardan istifadə edirik. Cihaza internet qoşulduqda, brauzer, misal üçün Chrome, Firefox, Edge vasitəsilə istədiyimiz sayta daxil olur və həmin serverdə saxlanan məlumatları görürük. Yəni qısaca informasiyalara internetə qoşulmuş cihaz və brauzer vasitəsilə baxmaq olur. Davam edək. İnternetdə veb səhifələrə baxılması. Gəlin fəaliyyət hissəmizi araşdıraq. Göstəriciləri yerinə yetirin. Kompüterin iş masasında yuxarıdakı simgələrdən birini tapıb 2 qat sıxıldadın. Proqram pəncərəsi açılacaq. Kompüterinizdə bu simgələrdən hansı var? Baxın, Google var. Baxın, Google açdıq. Buradan yeni səhifə açaq. Baxın, tutalım ki, bu yoxdur. Açıq deyil. Google açdıqda, baxın, bu şəkildə açılacaq. Sonra proqram pəncərəsində ünvan zolağını tapın. Ünvan zolağı harada yerləşir? Ünvan zolağı baxın burada. Ünvan zolağında aşağıdakı sətirlərdən birini yığıb Enter klavisini basın. Misal üçün Üzeyir musiqi dünya az. Yəni bunu kopyalayaq və ünvan sətrimizdə yığıb Enteri basaq. Niyəsə açılmadı, digərinə baxaq. Bu açıldı. Bu sayta da baxaq. Digərinə də gəlin baxaq. Üzeyir.musiqi.dünya az.
Musiki Tüncü Az. Baxın bura. Bu sayt. Bu saytımız da açıldı. Belə qoyaq. Saytımızın üstündə açdıq. Ekranda hansı görüntü açıldı? Sıçanın göstəricisini yazıların üzərində gəzdirin. Əgər göstərici baxın bu şəkildə ən işarəsini alırsa, demək həmin yazıdan başqa yazılara keçid var. Belə yazıları tıkladın. Yeni açılan səhifələrlə tanış olun. Gələk misal üçün bura. Üzərinə gələndə baxın bu yazıların bu işarəni aldı. Demək başqa yerlərə keçid var. Bura məsəl üçün bura. Ədəbiyyat. Bu hissə gəldi, baxın. Təkrar vurduq, başqa bir səhifəyə keçid elədi. Təkrar vurduq, başqa səhifəyə keçid elədi. Bu səhifə yoxdur. Baxın, məsəl üçün fotoqaleriya. Şəkillər açıldı. Belə. Hər dəfə baxın klik etdikcə, yəni üzərinə hansı yazıların üzərinə gələndə əlin işarəsini alır, sıçanın göstəricisi. O deməkdir ki, bu yazıdan başqa yerə keçid var. Sol düyməni tıklatdıqda keçid edirik. Və geri təsir pünlələri misal üçün. Əvvəlki səhifəyə qayıtmaq üçün pəncərənin ünvan zolağında üzərində boş şəkil olan düyməni tıkladın. Baxın, bu düyməni tıklatdıqda əvvəlki səhifəyə qayıdırıq. Digər saytlarda da buna oxşardır. Baxın, üzərinə gələndə əlin işarəsini ki alır, sol düyməni klikləyirik, başqa yerə keçid edir. Bu şəkildə. Və digərində də, baxın, bu birisi saytdadır. Demək, birinci saytımız Üzeyir Hacıbəyov haqqındadır, onun yaradıcılığı haqqında. İkinci ekologiya haqqındadır, Azərbaycan ekologiyası haqqında saytdır. Sonra üçüncüsü isə, baxın, bu isə Azərbaycan Respublikasının dini qurumlarına iş üzrə Dövlət Komitəsidir. Onun saytıdır. Məsələn, medianın üzərinə gəldik, İctimai Şura, yönəltdi, baxın, başqa səhifəyə. Üzərinə gələndə yenə əlin işarəsi aldı, sol düyməni kliklədik. Yönəltdi başqa səhifəyə. Və hər birində də geri qayıtmaq üçün bu düyməni bir dəfə klikləyib, bir addım geri qayıdırıq. Burada, baxın, bu artıq yeni səhifəyə atıb, geri qayıtmaq olmur. Baxın, bu düymə solğundur. Bu yeni səhifədə açır. Son üçün geri qayıtmaq istəsək, bunu bir dəfə klikləyirik. Bu şəkildə. Müzakirə edək hissəsi eko.press.az səhifəsində hansı ekoloji problemlər barədə danışılır? Dedik ki, Eko.press saytı hansı idi? Baxın, ikinci saytımız Azərbaycan ekologiyası haqqında olan sayt. Burada deyir ki, hansı ekoloji problemlər barədə danışılır.
Saytda adətən hava çirklənməsi, gəlin açaq saytımızı. Hava çirklənməsi, su çirklənməsi, meşələrin kəsilməsi, torpağın çirklənməsi, iqlim dəyişikliyi kimi təbiətə zərər vuran problemlər haqqında məlumat verilir. Özünüz də incələyib baxa bilərsiniz. Sonra Üzeyir Hacıbəyli haqqında nə bilirsiniz? Açaq Üzeyir Hacıbəyovun saytı. O, Azərbaycan peşəkar musiqisinin banisi hesab olunur. Yeni və Məcnun şərqdə yazılmış ilk operanın müəllifidir. Bir çox mahnıların, operaların və marşların müəllifidir. 28 sentyabr Üzeyir Hacıbəyli günüdür. Sonra növbəti sualımız. Azərbaycanda hansı dinlərin nümayəndələri yaşayır? Azərbaycanda müxtəlif dinlərə aid insanlar yaşayır. Məsələn, İslam dininə əksəriyyət müsəlmandır. Xristianlıq, pravoslav, katolik və s. məzhəblərinə məxsus insanlar da yaşayır. Yahudilik dininə mənsub olan insanlar yaşayır və qeyri-dini və ya digər azsaylı inanclara mənsub olan insanlar da, qruplar da yaşayır. Azərbaycan ümumiyyətlə multikultural ölkədir, yəni müxtəlif dinlərə hər zaman hörmətlə yanaşılmış və hal-hazırda da hörmətlə yanaşılır. Siz əvvəlki dərslərinizdə mətn redaktoru, qrafik redaktor, AppLogo proqramlaşdırma mühiti və başqa proqramlarda işləmisiniz. Bu sadaladığımız proqramlar da informasiya resurslarıdır və onlar sizin kompüterinizdə saxlanılır. İnternet isə sizə dünyanın müxtəlif yerlərindəki kompüterlərdə saxlanılan resurslardan istifadə etmək imkanı verir. Bunun üçün internetin müxtəlif xidmətləri var. Onlardan ən geniş istifadə olunan xidmət dünya hörümçək toru, yəni World Wide Web, www, yaxud web adlanır. Dünya hörümçək toru web səhifələr adlanan fayllar yığınından ibarətdir. Web səhifələrdə məlumatlar və başqa səhifələrə istinadlar olur. İstinadı tıklatdıqda başqa səhifəyə keçilir. Bir-biri ilə əlaqəli web səhifələr veb-sayt əmələ gətirir. İstinadı müəyyən etməyin ən etibarlı yolu siçanın göstəricisini obyektin üzərinə gətirməkdir. Belə ki, istinadın üzərində olduqda göstərici şəhadət barmağı açılmış sağ əl şəklini alır. Web saytlara baxmaq üçün xüsusi proqramlardan, yəni brauzerlərdən istifadə olunur. Brauzer termini ingilis dilində gözdən keçirmək mənasını verir. Yəni to browse mənasını verən sözündən yaranıb. Microsoft Edge, Mozilla Firefox, Opera, Google Chrome kimi brauzerlərdən geniş istifadə olunur. Brauzer açıldıqdan sonra ekranda hər hansı saytın birinci səhifəsi, yəni başlanğıc səhifə açılır, ana səhifə açılır. Yəni yazaq ikt.az. ikt.az saytımızdır. Burada baxın, bura ünvan zolağıdır. Bura ünvan zolağıdır. Webdə yerləşdirilmiş informasiyalara necə baxmaq olar? Web səhifəni yükləmək üçün proqrama onun ünvanını bildirmək lazımdır. Brauzerin ünvan zolağına hər hansı saytın ünvanını yazıb, Enter klavişini basan kimi ekranda tələb olunan səhifə əks edilir. Bu zaman həmin saytın faktik olaraq harada, yəni Azərbaycanda, ABŞ-da, yaxud Avstraliyada olmasının heç bir önəmi yoxdur. Elm və Təhsil Nazirliyinin rəsmi veb saytı http://www.edu.gov.az ünvanında yerləşir. Ona baxmaq üçün brauzerin ünvan zolağında həmin sətri yığıb Enter klavişini basmaq lazımdır.
www.edu.gov.az. Gəlin yazaq onu. http www.edu.gov.az. Baxın, bu saytımız açıldı. Əgər sayt açılmırsa, çox güman ki, ünvan düzgün yığılmayıb, ünvan dəqiq göstərməlidir, çizgi sona deyil. Baxın, belə yox, sağa əyik olmalıdır. Əksər halda bu önlüyü yığmağa ehtiyac yoxdur. Məsələn, sadəcə www.edu.gov.az yazmaq olar. Baxın, bunu bağlayaq. Yazaq www.edu.gov.az. Baxın, belə. İndi isə araşdıraq, öyrənək hissəsi. Burada baxın, 4 dənə mövzu verir. Fəaliyyət blokunda göstərilən saytlardan istifadə etməklə aşağıdakı mövzuların birində referat hazırlayın. Milli mənəvi dəyərlərimiz, gəlin bunu buradan kopyalayaq. Əslində kopyalamağa ehtiyac yoxdur. Baxaq, fəaliyyət blokunda verilənlər hansı idi? Üzeyir Hacıbəyev haqqında sayt, ekologiya və dini qurumlarla iş üzrə olan sayt. Baxın, 3 dənə saytımız da burada hazırdır. Və bunlardan istifadə etməklə bu saytlarda. Demək ki, bu mövzular milli mənəvi dəyərlərimiz, qlobal ekoloji problemlər, mədəniyyət incilərimiz, müasir Azərbaycanda dinlər. Bunların birini seçirik və bu saytlardan istifadə etməklə bunların biri haqqında referat hazırlayırıq. Gəlin baxaq. Milli mənəvi dəyərlərimiz. Mən hər üçü haqqında qısa 5-ci sinif səviyyəsində referat hazırlamışam. Siz də baxıb özünüzə uyğun hazırlaya bilərsiniz. Baxın, milli mənəvi dəyərlərimizi hazırlamaqdan ötürü buradan istifadə edə bilərsiniz bu saytdan. Gəlin oxuyaq. Giriş. Azərbaycan xalqı min illərlə yaşayır və özünə məxsus adət-ənənələri, mədəniyyəti və dəyərləri var. Bunlara milli mənəvi dəyərlərimiz deyilir. Bu dəyərlər bizi birləşdirir və xalqımızı digər xalqlardan fərqləndirir. Əsas hissə. Adət-ənənələrimiz. Novruz bayramı, toy adətləri, qonaqpərvərlik kimi ənənələr bizim milli kimliyimizi göstərir. Xüsusilə Novruzda səməni qoymaq, tonqal qabağı sıçramaq və yumurta döyüşdürmək maraqlı adətlərimizdəndir. Dinimiz. Azərbaycan dini bizim ən böyük sərvətlərimizdən biridir.
din bizi bir-birimizə bağlayır. Musiqi və folklor. Muğam, xalq mahnıları və muğam ifaçıları xalqımızın ruhunu yaşadır. Nağıllar, tapmacalar və atalar sözləri də mənəvi dəyərlərimizə daxildir. Böyüklərə hörmət. Cəmiyyətdə böyüklərə hörmətlə dinləmək, onlara yardım etmək bizim mühüm dəyərlərimizdəndir. Nəticə olaraq milli mənəvi dəyərlərimiz bizi bir millət kimi birləşdirir. Bu dəyərləri qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Sonra ikinci, qlobal ekoloji problemlər. Qlobal ekoloji problemləri hazırlamaq üçün siz baxın bu Azərbaycan Ekologiyası saytından istifadə edə bilərsiniz. Mən onun üçün də hazırlamışam. Baxın, qlobal ekoloji problemlər demək 5-ci sinif şagirdi səviyyəsində bir referatdır. Siz də bunu oxuyaraq özünüz üçün hazırlaya bilərsiniz. Giriş hissəsi dünyamız çox gözəl planetdir. Burada təbiət, heyvanlar, bitkilər və insanlar birlikdə yaşayır. Amma son illərdə dünyanın bir çox yerində təbiətə zərər dəyir. Bu problemlərə ekoloji problemlər deyilir. Ekoloji problemlər bütün ölkələri düşündürür. Ona görə də qlobal, yəni bütün dünyaya aid problemlər adlanır. Əsas hissə hava çirklənməsi. Şəhərlərdə maşınların çox olması, fabrikaların tüstü buraxması havanı çirkləndirir. Çirkli hava insanların sağlamlığına zərər verir və təbiəti korlayır. Su çirklənməsi. Bəzən çaylara, göllərə və dənizlərə zibil və kimyəvi maddələr tökülür. Bu, balıqların və su quşlarının həyatını təhlükəyə salır. Təmiz suyun azalması bütün insanlar üçün böyük problemdir. Meşələrin qırılması. Meşələr dünyanın ağciyərləri sayılır. Meşələr qırıldıqda təbiətdə tərazılıq pozulur. Heyvanlar yaşayış yerlərini itirir və havanın keyfiyyəti pisləşir. 4. İqlim dəyişiklikləri. Yer kürəsində hava çox isti və ya çox soyuq ola bilər. Buzlaqlar əriyir, yağışlar və quraqlıqlar artır. Bu dəyişikliklər insanların həyatına təsir edir. Kənd təsərrüfatında problemlər yaradır. Nəticə olaraq dünya bizim evimizdir, onu qorumaq hər birimizin borcudur. Zibili yerə atmamaq, suya qənaət etmək, təbiəti sevmək və ağac əkmək, bütün bunlar ekoloji problemlərin azalmasına kömək edir. Hər kəs təbiəti qorusa, dünya daha gözəl və sağlam olar. Üçüncü referatımız mədəniyyət incilərimiz haqqındadır. Bunu da hazırlamağa baxın bu saytdan yararlana bilərsiniz. Beşinci sinif haqqında belə bir referat oxuyaq. Giriş. Azərbaycan mədəniyyəti çox zəngindir. Tariximiz boyu xalqımız bir çox sənət sahələrində böyük uğurlar əldə edib. Bu mədəniyyət nümunələrinə mədəniyyət inciləri deyilir. Əsas hissə musiqi inciləri, Üzeyir Hacıbəylinin operaları, Qara Qarayev və Fikrət Əmirovun musiqiləri, muğam sənəti UNESCO tərəfindən qorunan dəyərdir. 2. Memarlıq inciləri, Qızqalası, Şirvanşahlar Sarayı, Qarabağdakı tarixi məscid və qalalar,
Bu abidələr xalqımızın qədim tarixə malik olduğunu göstərir. 3. Rəssamlıq və xalçaçılıq. Azərbaycan xalçaları dünyada məşhurdur. Hər xalçada naxışların öz mənası var. Rəssamlarımızın çəkdiyi əsərlər də mədəniyyətimizin gözəl nümunələridir. Nəticə olaraq mədəniyyət inciləri xalqımızın tarixini, dünyagörüşünü və zövqünü göstərir. Onları qorumaq və tanıtmaq bizim borcumuzdur. Bu referatı da bitirdik və gəldik 4-cü referatımıza. Müasir Azərbaycanda dinlər. Baxın, bu səhifədən Azərbaycan Respublikası Dini Qurumlarına İş üzrə Dövlət Komitəsi buradan istifadə edib. Bu saytı incələsəniz, araşdırsanız dərində və siz də buna oxşar bir referat hazırlaya bilərsiniz. Yəni, mənim hazırladığım 5-ci sinif səviyyəsində kiçik referat oxuyaq. Müasir Azərbaycanda dinlər. Giriş: Azərbaycan çox millətli və çox dinli ölkədir. Burada müxtəlif dinlərə mənsub insanlar mehribanlıqla yaşayırlar. Bu da ölkəmizdəki tolerantlıq və hörmət mühitindən xəbər verir. Bilirik ki, Azərbaycan çox millətli və çox dinli ölkədir. Burada müxtəlif dinlərə mənsub insanlar mehribanlıqla yaşayırlar və bu da əlbəttə ki, ölkəmizdəki tolerantlıq və hörmət mühitindən xəbər verir. Əsas hissə: İslam dini. Əksər insanlar İslam dininə mənsubdur. Məscidlərdə insanlar ibadət edir və dini bayramlar, Qurban və Ramazan bayramları qeyd olunur. 2. Xristianlıq. Pravoslav, katolik və protestant xristian icmaları da Azərbaycanda yaşayır. Onların öz kilsələri və dini ayinləri var. 3. Yəhudilik. Quba və digər bölgələrdə yəhudi icmaları 100 illərdir yaşayır. Onların sinaqoqları fəaliyyət göstərir. 4. Digər dinlərə hörmət. Azərbaycanda insanlar bir-birinin inancına hörmətlə yanaşır. Bütün dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Nəticə olaraq müasir Azərbaycan tolerant ölkədir. Burada müxtəlif dinlərə məxsus insanlar birlikdə mehribanlıqla yaşayır və ölkənin inkişafına töhfə verirlər. Bu referatımızı da oxuduq və beləcə araşdıraq öyrənək hissəmiz də sona çatdı. İndi isə gələk sual və tapşırıqlar hissəmizə. Birinci sualımız: internetdə veb səhifələrə baxmaq üçün proqram necə adlanır? İnternetdə saytlara baxmaq üçün istifadə etdiyimiz proqram brauzer adlanır. Misal üçün, baxın, brauzerdir. Google brauzer, Google Chrome. Məsələn, Google Chrome, Mozilla Firefox, Edge, Opera və s. Gəlin adlarını yazaq. Yazaq burada məsələn Google Chrome. Şəklinə baxaq. Baxın, Google. Sonra Mozilla Firefox. Şəklinə baxın, odlu şəkildə dönən belə bir tülküdür. Mozilla Firefox. Narıncı rəng. Sonra Edge. Baxın, belə bir dalğa simvoludur. Sonra Opera.
Baxın, yenə bir qırmızı O hərfidir. Bir sanki üzüyə bənzər. Təbii ki, bu operanın şəkli nədə çıxdı? Biz dediyimiz opera brauzeri budur. Sonra bunda başqa da təbii ki, brauzerlər var. Ən məşhurlarını göstərdik. Brauzerdən lazım olan veb səhifəyə necə keçmək olar? Bunun üçün brauzeri açırıq. Yuxarı hissədəki ünvan zolağına saytın adını yazırıq. Misal üçün, brauzeri açdıq. Məndə indi açılıbdır. Yeni səhifəyə açdım. Və burada ünvan zolağına məsələn yazdım ikt.az. İnformasiya Texnologiyalar İnstitutu saytına daxil olduq. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu. Deməli, brauzeri açdıq, ünvan zolağına saytın adını yazdıq və Enterə basdıq. Həmin səhifəyə keçdik. Sonra üçüncü sualımız, veb saytına veb səhifənin hansı fərqi var? Veb sayt böyük bir kitab kimidir. Yəni, bir çox səhifədən ibarətdir. Veb səhifə isə həmin kitabın bir səhifəsi kimidir. Baxın, bu özü veb saytdır. Ancaq bunun içərisində girdiyimiz hər hansı bu yer, düşünün ki, bir dənə kiçik səhifədir. Saytın özünü bir kitab kimi düşünün, bunların da hərəsinin bir kitabın bir səhifəsi kimi. Misal üçün, bunu da misal çəkə bilərik. Baxın, Edu.Qopaz. Bunun özü veb saytdır. Ancaq burada xəbərlər, baxın, xəbərlər özü, məsəl üçün bu, bir səhifədir. Əlaqənin özü. Bu özü saytın bir səhifəsidir. Təqvim. Sonra davam edək. Dördüncü, istinadlar nə üçündür? İstinadlar, yəni linklər saytda bir yerdən başqa yerə keçmək üçündür. Məsələn, mavi rəngli yazıya və ya düyməyə tıkırdadanda avtomatik olaraq başqa səhifə açılır. İstinadlar saytda rahat gəzməyə kömək edir. Baxın, istinadlar dedikdə baxın, üzərinə gəlirik, hər hansı bir yerə, başqa yerə keçir. Baxın, Rasim Əmirquliyev sözü. Üzərinə gəlib kliklədik, başqa yerə keçid elədik. Bu özü istinad idi, baxın. Burada. Sonra dünya hörümçək toru ifadəsinin mənasını izah etməyə çalışdım. Dünya hörümçək toru, yəni www sözünün Azərbaycan dilinə tərcüməsidir. Bu ifadə internetdəki saytlardan ibarət böyük bir şəbəkəni təsvir edir. Yəni, bütün dünya üzrə kompüterlər bir-birinə bağlanıb və böyük bir tor kimi işləyir. Sadə dildə desək, dünya hörümçək toru bütün dünyada veb səhifələri birləşdirən internet sistemi deməkdir. Bu şəkildə bu bölmənin də sonuna çatdıq. İndi isə mən istəyirəm ki, bir neçə maraqlı məlumat ilə də tanış olaq. Dünya hörümçək toru haqqında maraqlı məlumat var. www-ni ilk dəfə kim yaratdı? www bildik ki, World Wide Web deməkdir, yəni dünya hörümçək toru.
Bu sistemi Tim Berners-Lee adlı alim 1991-ci ildə yaradıb. Gəlin yazaq Google-da elə, bunun adını kopyalayaq, yazaq, axtarış verək. Baxın bu adam. Deməli, Tim Berners-Lee adlı alim 1991-ci ildə yaradıb. O bu sistemi insanların məlumatları asan paylaşması üçün icad edib. İlk sayt isə sadəcə qara yazıdan ibarət çox sadə bir səhifə idi. Davam edək. www internetdir. Bir çoxları www-ni internet hesab edir, amma onlar tam eyni şey deyil. İnternet bütün dünya kompüterlərini birləşdirən nəhəng şəbəkədir. www isə bu şəbəkənin içində olan saytlar və səhifələr sistemidir. Yəni www internetin bir hissəsidir. İlk zamanlar şəkil belə yox idi. www ilk yaradıldıqda veb səhifələrdə şəkil, video, hətta rəng belə yox idi. Yalnız sadə yazılar olurdu. Sonradan HTML dilinin inkişafı ilə şəkillər, rənglər və dizayn elementləri əlavə olunmağa başladı. www yazmaq məcburi deyil. Bugün bir çox saytlara www yazmadan da daxil olmaq olur. Məsələn, google.com. Sadəcə google.com yazdıqda da daxil olmaq olur. Baxın, yazırıq. Baxın. www.google.com və yaxud belə də daxil olmaq olur. google.com www-da hyperlink ideyası çox önəmlidir. www-nun əsas ideyalarından biri istinadlar, yəni linklər oldu. Linklər sayəsində bir səhifədən başqa səhifəyə keçmək mümkün oldu. Bu interneti kitab yox, böyük bir labirint kimi etdi. Baxın. Buranın özündə müxtəlif səhifələrə burada keçidlər var. Burada özündə. Baxın. Sözün özü. Hamısı istinadlardır. Bu da interneti kitab yox, böyük bir labirint etdi. İlk şəkil nə idi? www-da yayımlanan ilk şəkil bir musiqi qrupunun fotosu idi. Nes Horribles Sernetes adlı komik musiqi qrupu. Gəlin o qrupu da maraq üçün axtaraq Google-da. Baxın, belə bir komik bir musiqi qrupu çıxır. Sonra www dünyanın ən sürətli böyüyən sistemi olub. 1993-cü ildən 1996-ya qədər www saytların sayı deməli www-da saytların sayı 100-dən 100 minə qədər artdı. Heç bir texnologiya bu qədər sürətlə yayılmamışdı. Həqiqətən də görürsünüz, çox böyük sürətlə yayılır. www olmasa sosial şəbəkələr də olmazdı. Facebook, YouTube, Instagram, TikTok kimi platformalar www texnologiyası üzərində qurulur. www olmasa bu tətbiqlər mümkün olmazdı. Düşünün ki, www olmasaydı, yəni dünya hörümçək toru olmasaydı, sizin hal-hazırda mənim bu dərs videomu izlədiyiniz YouTube kanalında olmazdı. Bəzi saytlar saniyədə
yüz milyonlarla adam tərəfindən ziyarət olunur. Məsələn, Google və YouTube kimi saytlar hər gün milyardlarla baxış alır. Bu, www-nin nə qədər böyük olduğunu göstərir. Deməli, Google, YouTube kimi saytlar düşünün, hər gün milyardlarla baxış alır. Və elə buradan hesabınızı götürün ki, www həqiqətən də nə qədər böyükdür. www-da hər link əslində gizli bir ünvandır. Biz saytda mavi rəngli linkə basanda əslində kompüter gizli bir web ünvanına gedir. Yəni hər klik minlərlə kilometr uzaqdakı serverinə əlaqə qurur və bu saniyənin bir hissəsində baş verir. Hər dəfə düşünün ki, biz buradan baxın nəyəsə klikləyəndə minlərlə kilometr aralıdakı serverə qoşuluruq. Bu isə bu əməliyyat sadəcə bu saniyənin baxın bir hissəsində baş verir. Həqiqətən də çox sürətlə baş verir. Dünya hörümçək toru haqqında da maraqlı məlumatlarımızı verdik. Bu dərsə aid hər hansı sual və təklif olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər videolarımız faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalımıza abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin və biz də buna baxıb daha tez-tez videolar çəkək. Bu dərsdə çəkənlərimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.